Məlumdur ki, bitki virusları, əkin və səpin materialları, mənnənələr, ağqanadlar kimi həşəratlar eyni zamanda kənd təsərrüfatı alət və avadanlıqları və işçilərin geyimləri vasitəsilə uzaq məsafələrə yayıla bilirlər. Lakin buna baxmayaraq, bitki viruslarının insan orqanizminə təsiri barədə hələ ki sübutlar mövcud deyildir. Bitki virusları əsasən bitkilərin həyati orqanlarına təsir göstərərək onlarda müxtəlif deformasiyaların yaranmasına, yarpaqda ləkələrin və rəng dəyişkənliyinin əmələ gəlməsinə, geniş sirayətlənmə hallarında isə bitkilərin məhv olmasına gətirib çıxarır. Bundan əlavə göbələk mənşəli xəstəliklər vardır ki, onlar insan orqanizminə dolayı yollarla təsir göstərə bilirlər. Həmin göbələklər özlərindən zəhərli toksinlər olan aflatoksin, oxrotoksin A, patolen, fumonsin, zirolin kimi maddələr ifraz edirlər. Bunlar da öz növbəsində insan orqanizmində allergik reaksiyalara, zəhərlənmə hallarına, eyni zamanda müxtəlif etiologiyalı xəstəliklərin yaranmasına səbəb olurlar. Ümumiyyətlə isə bir sıra bitki xəstəliklərinə qarşı mübarizə üsulları mövcud olmadığından, əkin və səpin zamanı həmin xəstəliklərə qarşı davamlı sortlardan istifadə edilməsi, əkin sahələrində isə profilaktik tədbirlərə və aqrotexniki qaydalara ciddi əməl edilməsi tövsiyə edilir.